Bu ilin 11 ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% artıb. Hesabat dövründə yeyinti məhsulları üzrə ixrac isə 19,4% artaraq 1,1 milyard dollara bərabər olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ixrac icmalının dekabr sayına əsasən ilin 11 ayında ixrac olunan şəkərdə 52,4%, meyvə tərəvəzdə 28,6%, alüminium və ondan hazırlanan məmulatlarda 16,8%, kimya sənayesi məhsullarında 13,9%, pambıq ipliyində 13,3% artım qeydə alınıb. Eyni dövrdə aqrar məhsullar üzrə ixrac 27,1%, aqrar sənaye məhsulları üzrə ixrac isə 0,3% artıb. İxrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub. İkinci yerdə pomidor, üçüncü yerdə isə karbamid qərarlaşıb. İxrac istiqamətləri arasında ilk beşlikdə Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Ukrayna qərarlaşıb. İxracımızın əsas coğrafiyasında yer alan ölkələr ötən illərlə müqayisədə əhəmiyyətli şəkildə dəyişməmişdir. Burada Rusiya Federasiyası, Türkiyə Cumhuriyyəti, Gürcüstan, İstehsakan Federasiyası və sonda Ukrayna yer alır. Ümumilikdə Azərbaycanın 2025-ci il üçün nəzərdə tutulan deməli ixracı 3,4-3,5 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırılır. Təxminən 7,8% civarında bir artım gözlənilir. Sosial İqtisadi İnkişaf Strategiyasının biz hədəflərini əsas tutaraq nəzərə almaq lazımdır ki, 2026-cı ilin sonuna Azərbaycanın qeyri-neft ixracının təxminən 4,9 milyard ABŞ dolları səviyyəsinə çatması gözlənilir. Gələn ilin proqnozlarını da nəzərə alaraq 2026-cı ildə Azərbaycanın qeyri-neft ixracının qarşıya qoyulan hədəf göstəricilərinə çatması gözlənilir və əsas məsələ də ondan ibarətdir ki, Azərbaycanın öz hədəf göstəricilərinə əlavə şaxələnmə hədəfi də var ki, bu da ötən illərlə müqayisədə şaxələnmə istiqamətində əhəmiyyətli müsbət dəyişikliklər baş vermişdir.